Hoş gelmişsiniz. Mən də deyirəm Göygöl rayonuna Allah sağlığa sağlıq versin. Mən də Mahmudov Sabir Baxşəloğlu 1956-cı il dekabrın 1-də Güllübağ kəndindən adam olmuşam. Orta məktəbi ilə Güllübağ kəndində 74-cü ildə qurtarmışam. 75-77-ci ildə də Almaniyada qulluq eləmişəm. 2 il əsgərlikdən sonra qayıtmışam. Amma qayıdandan sonra mən ta burada kəndə düzü getməmişəm. Rusiyyədə elə orada Rusiyyədə qaldım, işlədim o vaxtlar. Sonra anamgil ama orada kənddə yaşayırlar. Anam bir də balaca qardaşım. O birisi qardaşlarım biri Bakı Gəncədə burada yaşayırdı. Bacım da Gəncədəydi. 2 qardaşım Gəncədə. O 3 qardaş biz oradayıq, balaca qardaşlar. Sonra 78-ci ildə burada Göygöl rayonundan ev aldıq biz o vaxt. 79'da atam kənddə rəhmətə getdi. Orada dəfnələyəndən sonra köçüb gəldik bura Göygöl rayonuna gəldik. Anam da müəllimə işləyirdi kənddə. Orada 45-48 il müəllimə işləyib orada Güllübağ kəndində. Onu hamı tanıyır Xəccə müəllimi. Xəccə müəllimi. O sonra da orada qardaşlarım da burada Gəncədədir. Bir qardaşımız burada Göygöl rayonundadır. 2 böyük qardaşımla orta qardaşım rəhmətə gedib. Allah keçənlərinizə rəhmət eləsin. Allah rəhmət. Qalanlar da sağdır. Yaqub'u tanıyırız, onun içində qalır. O Bakıdadır. Köhnə İran mağazini vardı, onun yanında olurlar. Köhnə İran mağazini orada qalırlar. Burada xanlarda Kuzu kənddə əsas işləyir. Kuzu kənddə işlədi. Elə orada təyinatlı baxsan gələnlər orada işlədi. Yoldaşı da elə orada işləyirlər. İndi Bakıda yaşayırlar. Amma burada Göygöl rayonunda 2 qardaş qalırıq biz. Balaca qardaşım, bir də bacım qalır. Burada Aşıqlı kəndində var, orada qalır. Quvat müəllimənin yoldaşı da var. Güllübağ da orada yoldaşı da. Belə nə bilim, indi bax. Kəndində dənəsindən. Adel Bəlimin O qohumlarından. şeydə aşıqda da oynayırdınız mı? Kənddə aşıq da oynuyorduk, dərd oynuyorduk. Dirə döymə nədir, dirə döymə nədir. Novruz bayramında. Aşıq atırdıq, nədirsə o şeylər, sümüklərdən bilən neydi o? Aşıq. Aşıqlar atırdıq, nə bilim. Bir de onu deyim ki Fredin. Hadi sabır deyirsən o zaman. Sankaz at, nə bilim, hər şeyimiz vardı. O vaxt elə rəhmətli ermənilər, yəni şeyləndə ermənilər gəlirdi, sabırcan. Qərifmən oxumuşam, bizə mənim maşınıma dəyinir. Ermən, demək bizim Meğraçada əvvəl adı Qaraməmməd olur ha ora. Ora Lennakanın bir də maşın sabırsız keçə bilmir. Elə bir sabır ermənləri ıslaq baxmır. Oradan heç bir keçə bilmirdi. Sabır. Onlar mən yaxşı eləmişəm da. Sen bu günü görürsənmişsə, yəni sən çox qabaq görərəm. Novruz bayramı maraqlı keçirdi. En yaxşı maraqlı şeydən bir dənə danışım. Novruz bayramında demək mütəllimin anası mənim doğmaca əmim qızıdır. Hər bayramda gəlib bizi səhər-səhər suluyub gedirdi. Gəlməyəndə deyirdi ya bu nə oldu? Əmsi evinə gəlirdi. Əmsi də gəlirdi. İndi o rəhmət Allah. Orada o vaxt gələndə mənim o babam Tat Mahmuda salmışlar. Orada o bağ salmışlar. Alma bağı, böyük alma bağı idi. Böyük, çox. Zəhmət haqqı paylayırdılar o bağdan. Kənddə kolxozda işləyənlərə o da zəhmət haqqı verdilər. Pendir zavodu var idi. Alma verdilər, pendir idi. İşləyənlərə də zəhmət haqqına verdilər. Bir də pul da verirdilər. Yəni belə yağ da verirdilər. Yağ verdilər, pesok verdilər, şəkər suğundur əkirdilər. 7-8 milyon pesok alanlar biz zəhmət haqqı. Yəni əmək günü sözü pis dolanmırdı. Yaxşı idi. Anam müəllimə işləyirdi. Atam da Raypoda işləyirdi o vaxt. Elə o rəhmətli namaz dagilinə işləyirdi. O yun dəri şeyində, yun dərishinə baxırlar o vaxt. Vəziyyət yaxşı. Yaxşı idi. Bizim kənddə bir dənə məktəb idi. Məktəb böyük məktəb idi. İndi asıl o məktəb bizim məktəbə uyğun gəlmədi. Çünki Mağaracıqdan, Çaxmaqdan, kəndlərdən gəlirlər. Bizim kənddə 18, 9, 10, 19, 11-ci, 10 sinifi orada oxuyurlar. Ona görə təzənə bizim məktəbdə 3 mərtəbəli təzə məktəb çaldılar. Stadionu, içində idman zalı, nə böyük məktəb idi. Xanlardan da bax bu 1 nömrəli məktəb kimi. Doşuma həmin bax məktəb kimi idi. Amma bu şəkil zadı var. Amma 3 mərtəbə idi. 3 mərtəbə idi, hə. Bu 3 deyil. Yəni bir məktəb idi, indi asıl böyük məktəb idi. Çox böyük məktəb. Yəni orada kənddə bizim orada dajı evimiz var idi. Rəhmətli Orstagilin yanında. Hə, yaşayış evi. Yaşayış məktəbi Mağaracıqdan, Çaxmaqdan gələn tələbələr orada bizim evdə qalırlar orada. Kira pulu verirlər də, məktəb kirasə verirdi. İndi asıl orada bizim evdə qalırdılar. Bir evimiz boş idi, elə pasan orada. Rayonun obisi kəndlərində 8 illik idi, ona görə bizim kəndə gəlirlər. Bizim kəndə gəlirlər, orada oxuyurlar. O 9-u, 10-u orada oxuyub şeylərlə gedirlər. Yəni
qəşəng məktəbimiz adımız vardı. Belə hər şeyimiz qaydasındaydı yəni. Pis dolanmırdıq. Yəni biz vəziyyət belə. Kənddə sezonlu işlər deyəndə kolxozda işləyənlərdə şəkər çoğunduru əkirdilər, çoxlu şəkər çoğunduru. Sonra kolxozda fermalar vardı, fermalarda çalışanlar vardı, tütün əkirdilər, tütüncülük idi. İstəyirlər şəkər soğunduru. Şəkər çoğunduru, şəkər çoğunduru əkirdilər. Onu belə 40 sot, 50 sot yerə ayırdılar, hamıya onu şey edirlər, işlədirlər, düzəldirdilər. Sonra o şəkər çoğundurunu yığıb təhvil verirdilər. Bir hektar alırdıq biz, nə? Pesok verirdi kolxozun əvəzindən. El adam vardı bir 15 kadar pesok aldı. Bəli. 8 meşok pesok. Sonra alma verirdilər kolxozdan belə zəhmət haqqına. Yəni belə vəziyyətlər, fermalar vardı. Yüzlü cəmaət işləyirdi kolxozun fermalarında. Maldarlıq idi. Qoyunçuluq, maldarlıq. Onun yarpaqlarına pür deyirdi orada. O da məncə türk mənşəli sözdür. Şəkər Onu təmizləyib gətirib mala verirlər. Silos. şeyin Yox, silos qarıdaldan hazır. şəkərin o şeyindən Kolxozun sahəsi olurdu. Burada var da silos. şəkər çuğundurundan da o yarpaqlarına şəkər turşuzat da qoyurlar. O şey özəklərini Bəli, şəkərlər, özəklərini onu turşusunun canını qoyurlar. Mən belə dəniz kələm turşudur qoyurlar. Hər şey var idi. Qəşəng. Sonra da biraz cəmaət ayıldı. Fəzənə kələm, mələm məhkən oldu. Kürdistana daşıyırlar. Kələm, nə bilim, Meyvələrdən kənddə var idi mi? meyvə ağaçları bol idi. Əlbəttə. Alma ağac, alma bağları var. Amma zəhmət haqqı alma verirlər, hə. Biz tərəfdə yox. Hə, alma. Yox, çox idi. Bizim kənddə çox idi. Əzbəyevdə məsələn xalam biri Əzbəyevdə yaşayırdı. Ümbül xalam. Demədi. Əliyarın, İsmixanın Əliyarın. Yox, ay sağ ol. Xalamın biri. Birim Oxçuolda yaşayırdı, xalamın biri Əzbəyevdə. Aşağı yox sonunda. Asiyada Əzbəyevdə. Onlar Oxçuolda. padru verdiler. Onlar padruca demirlər, bazılıq deyil. Ay sağ ol. Hər vaxt elədi də. Xalam biri orada qaldı. Məscidlə də yoldaş idi. Əliyar da Əzbəyev. Əliyar tanıyırsınız? Yəni ki, axır gələn vaxta Hə. kimi çox da pis deyildi. Artıq millət yavaş-yavaş ayılırdı. Yaxşı yaşayırdı. 78-63 yani gəldi. ki, da deyim gene, yəqin səsim biraz da olsa düşər. Yəni ki, bax belə deyim ki, hər yerdə sıxışdırırlar. Əlbəttə. İmkan gələn yerdən ermənilər bizi sıxışdırırdı. İndi Allah da onları sıxışdırır. Cənab prezidentimiz də Allahın köməyindən İlham Əliyevin rəhbərliyi altında biz müətəbbiyim. Mən hesab edirəm ki 30 illik yox, 35 illik yox, 200 illik Stepanakert deyirlər onlar. Xan kəndini 200 ildən sonra cənab prezidentimiz Xan kəndi elədik. Bəli. Axırı ki. Olsun ki, Şah İsmail Xətayinin vaxtından bəri heç bir torpaq belə qayıtmamışdı. Ermənilər çox biabırçı vəziyyətdə uzuzlar. Bütün dünyada xar oldular onlar. Onlara elə belə də lazım. Onların həyatı belə olmalıdır. Novruz bayramından xatirələrimizdən anam rəhmətlik demək. Bizim köhnə pəyə deyək də, pəyə deyirdik biz. Tövlələrdə yəni təndir damı həmişə aydın məsələdir ki, yuxarısı his olurdu. O his olan yerləri məsələn unla belə şey düzəldirdilər, parça düzəldirdilər. Yuxarı elə bil naxış salındılar. 2 qardaş, 3 qardaş üçümüz, hərəmiz bir tərəfdə bizi belə şəkillərimizi çəkirdi. Bu başımız, bu tərəfdən qolumuz, bədənimiz, buradan da ayaqlarımız. Qadınlar demək, birinci rəssam bizim qadınlar olub. Elə çəkirdi hərəmiz bir tərəfdən. Hərəmizin də qabağına qoyunlar qatırdı. Biz də burada aşağıda durub uşaq vaxtı dalaşırdıq. Onun qoyunu məmkindən çoxdur, bunun qoyunu. Bir də gözümüzü açırdıq ki, bütün yuxarı hamısı beləcə toçka-toçkadır. Hamının qoyunları var. Ondan sonra da o sulaşma vaxtı gəlirdi. Onda gedirdi, Sabir deyən kimi düz deyir. Birinci bizi göndərirdi anası gilə. O da bunun əmisinin arvadıdır. İrbaham kişi bunun əmisidir. Mənim anamın atası. Bizi göndərirdi ora, onları sulamağa. Özü də gedirdi bunun atası gilə sulamağa. Baxşəli baba deyirik biz. Sən bizdən nə deyir? Baxşəli babam gilə. Sən Bəli. bizdən nə edəməm? Deyirəm ki, Novruz bayramında səməni pişirirdik, ondan danışalım. Səməni hə. Hə, əlbəttə hamı da O qədər pişirir. pişirirdik. Onu qadınlar bilirdi. Biz hazırın, kişiləri hamısı da hazırın yiyəsi olur. Bilirəm, yəni ki, qoçusun. Qadınlar pişirirlər. Bizdə burada elə demək olar ki, elə bir şeylər yoxdur, səməni götürüb tururlar. Amma orada o qoyulan səməni yığırdılar, Yox, orada turlama söhbəti yox idi. qaynadırdılar. Hə. Ondan pavidla kimi, elə bir şey kimi, cem kimi düzəldirdilər. Biz də
tüstü, təndirin tüstüsü təzə yandırılır. Səməni o görə ki, otlardan şey eləmir də, oğdan əkirdik. Hə, buradan Bu səmənidir, adı Səmən, səməni. Adı hə, səməni. hə. Səmənin halvası burada bəzi yerlərdə deyirlər, səmənin halvası. Amma orada bizdə demək olar ki, hər evdə o pişirilirdi və onu qida məhsulu kimi də bal kimi yeyirdik. Biz ki, yəni çörək. Bəli, bəli. Nənəm yaxırdı onu. Çox ləzzətli də alınırdı. Mənim də 2 dənə övladım var. Övladlar biri Bakıdadır, o sərhəd qoşunlarındadır, pilotdur. Müharibədə o da iştirak edirdi. Amma böyük oğlum da Moskvadadır, orada yaşayır. Bir dənə də uşağı var. Belə də indi uşaqlar da gəlir gedirlər. Gəlmişdi bu balaca oğlum ilə getdi, məzuniyyətə gəlmişdi. Bakıda qulluq şey eləyir, oradadır. Çalışır. Aviasiyada qulluq eləyir kapitan. Sağ olasın. Sağ olasın. Allah canınıza sağlıq versin. Amin, amin. Sağ olun, Həmişə tez-tez gələn gəlin. ayaqlarınız var olsun. Sağ olun. Növbəti görüşlərimiz Sağ ol. Arpa gölünün ətrafında olsun. Sağ İnşallah, ol, sağ ol. inşallah, inşallah. Arpa gölü. Arpa gölünün qırağında da bir əsrəf bulağı var. Gözəl bir bulaq. Mən xahiş edirəm, qodirdə düşsün. Mənim şəxsən nisbi kimi, həsrət kimi qalmasın sinəmdə sözümü deyim. O gələcəkdə inşallah qaydanda o Qapılı Zağanın araşdırması aparılsın. İnşallah. Qapılı Zağa bizə məxsusdur, Qapılı Zağa bizimkidir və biz Azərbaycanlıların da ermənilərin deyil. Bir tərəfdə düşər, öyle Orada olur. bütün yer kürəsinin əhalisi oradan əməlidir. Məncə. Allah demək, Sağ ol. demək Azərbaycan oradan başlayır. Yox, Azərbaycan nasıl demək oradan başlayır. Yer kürəsi oradan. Yer kürəsi. Orada. Bu dünyada güzel mekan, bu dünyada güzel mekan Şöreldi ah babadır, hamımıza aziz olan Şöreldi ah babadır. Var şairi var aşığı, var şairi var aşığı Aşık etmez naşılığı, təbiətin yaraşığı Şöreldi ah babadır. Güllü bulaq çaxmaq yolu, Türk oğlunun izi dolu Mağaracıqda bir qolu, Şöreldi ah babadır. Dağ qoynunda qara çanta, Amasyaya yollar çata Daş körpüdə baba ata